Hörmətli tamaşaçılar, saat 15:30 olan xəbərlərimiz başlayır. Mən sizi Orxan Güldanoğlu sizi bu məlumatla tanış edəcəm. Türkiyənin Ermənistanın Zəfəran ixracatı dayandırılır. Çünki eşşək nə bilir Zəfəran nədir? Bizim müxbirimiz Vurğun Gülnəsərбə bu barədə məlumat verəcək. Buyurun Vurğun müəllim. Yəni belə baxanda əslində yəni onu düz deyiblər. Eşşək yəni eşşək deyirlər. Yəni mənim belə fikrim yoxdur Ermənistana qarşı. Yəni düzgün bir fikirdir. Onu yəni belə deyiblər. Düzgün bir şey deyiblər. Düzgündür. Keçən növbət xəbəri. 10 saylı orta məktəbin şagirdlərindən ciddi tədbirlər görülür. Bir ikinci mərtəbələr misbarlanıb. Çünki onlar 3-cü saatdan qaçırlar. Buna görə optimal variant 3-cü mərtəbənin pəncərələri açıqdır. Keçən növbət xəbərimizə. Lənkəran şəhər 10 saylı orta məktəbində bıçaqlanma hadisəsi baş vermişdi. 65 yaşlı Layiq Faiqoğlu xəsarət alıb. Təqsirlənən şəxs vidada avtoritet 14 bıçaq zərbəsi ilə müəllimi o dünyaya göndərmişdi. Onlardan yalnız onun biri gözünə dəymişdi. Vurğun müəllim, buyurun siz o haqda bizə məlumat verin və təqsirlənən şəxsi məlumat verin. Yəni orada 14 dənə zərbə endirib, yəni onun biri gözünə dəyməyi də yəni o deməkdir ki, müəllimin gözləri zəif vurub görməyib, o da gözünə dəyib. O birisi zərbələri yəni hiss edib ki, hara gələcək. Yəni o hərbi müəllim olub özü də. Ona görə də yəni zərbələrdən qaçar edib. Gözü zəif olmasa da yəni gözünə girib. İndi də yəni gördüyünüz kimi yəni təqsirlənilən şəxs buradadır. Gəl ala. Belə də ki, niyə edirsən qaş onu? Zor eləmişəm. Sana əməkdaşlığımız tərəfindən ciddi tədbir görüləcək sənə qarşı. Sənin də çox... Əməkdaşlar o da aparın. Aparın o da. Ayır bunlar! Ayır bunlar! Görən tərbiyəsizləri gətirmiyiz bura. Ben bunları oradan yığıb gətirdim, 14 zərbəsi endirib bu. Kör olubsan da bir daha onun gözlə vurubsan. Necə əsla başlamırlar? Başlayız, davam edirik, davam edirik. Davam edək. Yeni mübariz tapılıb. Kəndin toyuqlarını oğurlayan şəxs polis tərəfindən saxlanılıb. Hində saxlanılıb. Keçən növbət xəbərimizdə. Planetimizdə yeni dünya tapılıb. Bu dünya bizim dünyadır. İkinci dünya. Vurğun müəllim, siz bu haqda necə məlumat?